Bəzi sözlər var ki, onları istifadə etdiyimiz zaman necə günbəgün kasıblaşdığımızı anlamırıq. Və mən istəyirəm bugün o sözləri birlikdə öyrənək və unudaq. İlk söz heç nə olmaz sözüdür. Çoxlarımız istifadə eləyir. Heç nə olmaz əşi, heç nə olmaz əşi. Əslində bu söz bizə icazə vermir ki, özümüzə davamlı olar, hər şey olar mənə olar, mənə daha yaxşı yaşamaq olar deyək. Çünki hər dəfə heç nə olmaz deyəndə, nəyəsə əşi deyəndə biz bir də öz şəxsi inkişafımıza və öz daxili aləmimizə dönə bilmirik. Çünki nə qədər çox heç nə olmaz desə, o qədər də çox anlamırıq ki, bəs baş verənlər niyə olur? Digər tərəfdən niyə heç nə olmaz? Axı bəlkə də hər şey olar. İkinci öz leksikonumdan çıxartdığım söz və məni kasıblaşdırdığını düşündüyüm söz pulsuz sözüdür. Çox zaman nəsə qarşılığında ödəniş istəmirlərsə biz pulsuz deyirik. Amma pulsuz sözü bizi davamlı kasıblaşdıracaq bir sözdür. Daha yaxşı olar ki, ödənişsiz sözündən istifadə eləyək və pulsuz qala biləcəyimizi özümüzə kodlamayaq. Digər tərəfdən isə nə qədər çox pulsuz sözünü istifadə eləyirik, bizə elə gəlir ki, dünyada pulsuz olan nələrsə var. İnsanların enerjisini, resursunu, əşyaları dəyərsizləşdirməyə başlayırıq. Bu şəkildə isə əlbəttə ki, daha böyük pullar bizə gəlmir. Üçüncü ən maraqlı və öz leksikonundan çıxardığım söz isə artıq gecdir sözüdür. Niyə gecdir? Kim üçün gecdir? Kim qərar verib ki, gecdir? Fərqi yoxdur. 7 yaşınız, 77 yaşınız var, heç fərqi yoxdur. Heç zaman gec deyil. Həmişə mənə olar demək lazımdır. Və hər zaman həyatımızda irəliləmək üçün pozitiv sözlərdən istifadə etməyə önəm vermək lazımdır. Və əgər sən də istəyirsənsə ki, həyatında nələrsə dəyişdirməyə başlayasan, daha uğurlu olasan, 2026-cı ildə məqsədlərinə çatmağa başlayasan, aşağıda istəyirəm biznes sözünü yazasan, çünki sənin üçün hazırladığım özəl ödənişsiz praktikalar var.